Novruz bayramında Əfqan süfrəsində verilən həft meyvə təamını Leyla? Həft meyvə 7 meyvə deməkdir. Son saniyədə siz çatdırdınız. Bəli, doğru cavab 7-dir. Sual isə belə səslənirdi. Novruz bayramında Əfqan süfrəsində verilən həft meyvə təamını neçə quru meyvədən hazırlayırlar? Məhz 7. Sonuncu saniyədə çatdırdınız Leyla. Davam edirik. Növbəti sual səslənir. Novruz UNESCO tərəfindən qeyri-maddi Fəridə 2009-cu ildə. Bravo! Siz bu sualı necə hiss elədiniz? Sual belə səslənir. Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına 2009-cu yoxsa 2011-ci ildə daxil edilmişdi və Fəridə dərhal cavab verdi, doğru cavabı 2009-cu Səhv etmirəmsə, ildə. həmin ildə Novruzla paralel saz sənətimiz də UNESCO-nun mədəni irsi siyahısına daxil olunub. Və siz xəbərləri çatdırırdınız, oxuyurdunuz, yadınızda da qaldı. Bravo! Növbəti sual səslənir. Gəl ayaz günləri. Leyla? İlin əziz günləri, bağda ərit qarları. Abdullah Şaiq deyirsiniz? Bəli, 100%. Yo, bu səhv cavabdır. Sual belə idi. Gəl ayaz günləri, ilin əziz günləri misralarının müəllifi hansı şairimizdir? Mirzə Ələkbər Sabir. Bəli. Ah, Leyla, növbəti suala cavab vermək hüququnu itirirsiniz. Sual səslənəcək Fəridə və Əziz üçün. Hansı qalanın 3 əsas qapısı Gəncə, Fəridə? Şuşa qalasının. Bəli, bu doğru qalasının. cavabdır. Hansı qalanın 3 əsas qapısı Gəncə, İrəvan və Ağoğlan qapıları olmuşdu? Məhz Şuşa qalasını. Leyla qayıdır oyuna. Sual səslənir Leyla, Fəridə və Əziz üçün. Novruz bayramında keçəlin tərəf müqabili. Əziz buyurun. Kosa. Bəli, bu doğru cavabdır. Novruz bayramında keçəlin tərəf müqabili hansı personaj olur? Kosa. Bu düzgün cavabdır. Davam edirik. Sual səslənir. Rəfiq Zəka Xəndanın sözlərinə yazılmış Novruzun kantatasının bəstəkarı Fəridə? Cahangir Cahangirov. Xeyr, bu səhv cavabdır. Sual belə səslənir. Rəfiq Zəka Xəndanın sözlərinə yazılmış Novruzum kantatasının bəstəkarı Vasif Adıgözəlovdur, yoxsa Fikrət Əmirov? Düzgün cavab Vasif Adıgözəlov. Növbəti suala cavab vermə hüququnu itirir Fəridə. Sual səslənəcək Leyla və Əziz üçün. Hansı meşə